Ümumdünya Şəhər Salma Forumunun 4-cü günündə də universitetlər öz pavilyonları ilə burada tələbələri ilə birgə çıxış edirlər. Biz də bugün onların fikirlərini öyrənəcəyik. Nicat Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi, Azmiyonun mətbuat katibi. Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizdə memarlıq və inşaat sahəsi üzrə əsas ali təhsil müəssisəsi olaraq bu sərgidə, forumda iştirak edir. Həm forumda pavilyonumuzla iştirak edirik, bu pavilyonumuzda memarlıq, inşaat, ali təhsili üzrə əldə olunan Azərbaycan təcrübəsini həm xarici qonaqlarımıza, həm yerli qonaqlarımıza nümayiş etdiririk. Biz pavilyonda, yəni ümumiyyətlə Memarlıq İnstitutunda gedən bütün hansısa dərsliklər və deyək ki, hansı bizim fakültələr var və o haqqda məlumatları veririk. Bütün funksiyalara uyğun, həm maşınlar üçün, həm adamlar üçün, həm bir yaşayış məkanları üçün çox funksiyalı, rahat olması. WUF 13 Urban Expo sərgisində Bakı Dövlət Universiteti də təmsil olunur. Universitetin ekspozisiyasında şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv urban inkişaf modellərinin formalaşdırılması, torpaq kadastru kimi baza sistemin təşəkkülü istiqamətində həyata keçirilən elmi tədqiqat layihələr və təşəbbüslər geniş şəkildə təqdim olunur. Azərbaycan Texniki Universiteti olaraq WUF 13 tədbirində iki istiqamət üzrə biz layihələrimizi təqdim edirik, araşdırmalarımız var və həmçinin şəhərsalma urbanizasiya üçün həllərimiz, tövsiyələrimiz var. Birinci istiqamətimiz mənzil siyasəti ilə bağlıdır. Araşdırmamız yaşıl enerji binalarının tikintisi və bunun həmçinin maliyyə xərclərinin azalması, sosial rifaha dəstəyi, ölkənin iqtisadiyyatına təsiri, eyni zamanda Azərbaycanın suburban ərazilərində alternativ enerjidən istifadə edərək binaların tikintisi, sosial insanlar üçün, sosial cəmiyyət üçün mənzillərin tikintisi haqqında araşdırmalarımız var. Stendimiz hazırda İqtisadiyyat Universitetində tədris olunan bir sıra bakalavr, magistr proqramları barəsində geniş məlumat təqdim edir. Bunun içərisində bizim mühəndislik fakültəmizdə tədris olunan bir sıra geniş ixtisaslar haqqında əcnəbilərə, ziyarətçilərə və yerli vətəndaşlara geniş məlumat təqdim olunmaqdadır. Həmçinin bizim beynəlxalq reytinqlərə tutduğumuz bir sıra aparıcı mövqelər, eyni zamanda 2 diplom proqramları və digər imkanlarımız barəsində geniş məlumat təqdim olunur hazırda.